Açanlı, şey gözəl insanlar. Denən görək, səni sən eləyən ən qəribə xüsusiyyətin hansıdır? Bilirəm ki, bunu eləyə bilməyəcəm. Kimsə mənə oradan 40 versə ki, bunu elə, qaçacam o işin dalınca. Yel eləyirsən bəs. Özümün aslı deyil. Həkimə də getdi, onun dərmanı yox. Biraz tərs adamsan 100%. Bəli, biraz masal tendirdirlər də insanlar. Bir dəfə universitet vaxtında mənim bir qrup yoldaşım vardı, Bakışor idi. Mənim dostum mənə qayıtlıdır ki, 40 manat verəcəm. O sənə yumruq atsın, dözə biləcəksən. Dedim, hə, dözərəm. Adama deyən lazımdır. Bu profesional idmansıdır. Lap deyil. Gözünə döndüyüm bir dənə yumruq attı. Mədə bağırsağa bağırsağa. 40 manatı sonra o sistemə verdim, pampersə verdim. Hansı xəyalını gerçək eləmək istəyərsən? Mən həmişə istəmişəm. Bax, mənim bir yoldaşım həmişə, hansısa bir tədbirə gedirik və yaxud da toya gedirik, hər şey eləyir. Bir dənə pamadanın maşında eləyir. Mən də hər dəfə istəmişəm ki, elə bir tormuz verim ki, pamada ağzına girir.